Selamünaleyküm. Benim adım Məqsəd Abbasov. Tuzlanın Qoyla şəhərindən. Sosialı vururam. Deyirlər iş yeri lazımdırsa. Mənim iş yerim var idisə də mən sosial neyirdim. Cənab Prezidentdən xahiş edirəm Mehriban xanımla. Bu işə baxsınlar. O dəfə getmişəm icra başçının yanına. Dedim mənə köməkdarlıq edir. Mənim heç nəyim yoxdur. Sosial da almıram, iş eləmirəm. Qazım, şığım yığılıb, verəmirəm pulunu. Öyüm yox, işim yox, kirədiyəm. Bura qaldığım yer kirə yerdir. Baxın, günə gündədir. Baxın. Kirəyin də pulunu verəmirəm mən. Yığılıb. Cənab Prezidentdən xahiş edirəm, köməkdarlıq eləsin. Məhləm var. Cənab Prezident məhlə verib o vaxtı. Dedilər dam tikilsin verilsin, Cənab Prezident. Damı tikdirmədilər. Yedilər pulunu. Burada icra başçısı, bələdiyyə yedi. İndi də torpağımın sənətini istəyirəm, Rüşən müəllimdən deyir vermirəm. Pul istəyirlər, rüşvət. Mənim yoxumdur, nağar maliyyəmdən. İmkanım yoxdur, tikdirəmirəm. Kubik 1 manat, 1 manat 20 qəpik. Nə ilə alım mən? İş yerim yox, gücüm yox. Qazın şığın pulunu verəmirəm, kirənin pulunu verəmirəm. Buradakı məmurlar da öz başına olub, icra başçı da, hamısı da. Getmişəm, kömək istəyirəm, eləmirlər. Uşaq pulu vermirlər. Sosial vermirlər, pensiyanı vermirlər. Bu nədir? Banisiyaya getmişəm, sistem qoşdurmağa. Heçası qoşmur. Deyir, pulun varmı? Pulun yoxsa da Azərbaycanda öldüm. Xahiş edirəm Cənab Prezidentdən mənim bu damın tikdirməyinə köməkdarlıq eləsin Mehriban xanımla. Onlara umutluyam, onlara güvənirəm. Xahiş edirəm kömək eləsinlər. Sosialıma da, pensiyama da. Xəstə adamam. Cənab Prezident, oradan məmur yollayın, oradan bəri, nümayəndə. Araşdırsınlar, məni də araşdırsınlar. Gör, mən ha vaxtdan 25 ildir mən kirələdiyəm. Allah'ım haqqı, 25 ildir, bəlkə də çoxdur. Kirələdiyəm mən. Uşağımın 15 yaşı var, uşağım bu yox idi, mən kirədə qalanda. 15 yaşı var uşağımın, 15-16. Xahiş edirəm köməkdarlıq eləyin. Banisiyaya gedirsən, sistem qoşmurlar, iynə vurmurlar. Pulun yoxdur, öldüm. İcra başçının yanına gedirəm, icra başçı orada yox. Rəşad müəllimi qov, Rəşad müəllim deyir, kömək eləmirəm. Getdim bir də Məhəmməd müəllimi orada gördüm, tutdum. Dedi, mən eləmirəm kömək. Get kimə şikayət edirsən elə. Buradakı məmurların hamısı öz başına olub, Allah'ım haqqı. Qalmışıq beləcə. Cənab Prezidentdən xahiş edirəm. Burada mənə yaşamağa yer yoxsa, hüququm yoxsa da, məni keçirsin Almaniyaya. Mən bu Azərbaycanda yaşamaq istəmirəm. Nəyə əlini atsam pul. Pulum yoxsa da öldüm. Məmurlar da heç baxmır. Heç bir yer. Qalmışam beləcə mən. Xahiş edirəm Cənab Prezidentdən, Mehriban xanımla xahiş edirəm kömək eləsinlər. Nə olar, artıq dərəcədə xahiş edirəm kömək eləsinlər, nə olar, onlara umutluyam. Allah razı olsun Cənab Prezidentdən də Mehriban xanımdan da. Çox sağ olun.